hörmətli qonaqlar və qəhrəman Cəlilabad gəncləri, sizləri Cəlilabad qaziləri adından, vətənsevərləri adından salamlayıram. Və bu gözəl qurğunun açılışını iştirak elədiyinizə görə, iştirakınızla bu məclisi şərəfləndirdiyinizə görə minnətdarlığımı bildirirəm. Xəzər hardadır Xəzər? Ha, ev yoxdur Xəzər. Gəl. Sənin alnından öpməsə bu açılış düz alınmaz. Gəl bura görüm. Sən bu həyacanlı sevinci bizlərə bəxş elədiyinə görə Allah səni sevindirsin və bu möhtəşəm qurğunun istismarında, fəaliyyətində sənə köməkli olsun. Uğurlar diləyirəm. Sən o digər ailələrə örnek ola bilən bir Seyidlər ailəsinin gənc üzvüsən. Sənlə mən qürur duyuram. Çoxdan tanışıydım ama son zamanlar mən səni görmürdüm. Bu gözəl, möhtəşəm qurğuya görə çox sağ ol. Sovetlər dönemində, mənə qulaq asın gənclik, Sovetlər dönemində belə bir şuar vardı o imperiya siyasətinin. Sağlam bədəndə sağlam ruh olar. Çünki onlara sərf eləyirdi. Mənəviyyətsiz adamların sağlam bədəni olsun, ruhları olmasa da olar. Lakin siz sağlam ruhlu Cəlilabadlılarsınız. Sizlərin sağlamlığı daha vacibdir, daha değerlidir. Azərbaycan vətən torpaqlarının qorunmağında suda, quruda, havada Cəlilabadlıların xidmətləri olur. Lakin dəniz donanmasında mənim bildiyimə görə Cəlilabadlılar biraz azlıq təşkil edirlər və mən əminəm ki, bu hovuz donanma zabitlərinin formalaşmalarında Allah qoysa inşallah rol oynayacaq. Alnından öpürəm sənin, uğurlar diləyirəm sənə. Rayonumuzun qəhrəmanı. Alqışlar gəlsin. Rayonumuzun qəhrəmanı. Maşallah da bir ürəklə alqışlar. Bir dəqiqə üzr istəyirəm. Doğrudan o həyacanlı sevinç məni biraz daha doğrusu yanlış bir hərəkət addım attı. Ruhu şad olsun diye saygı duruşuna qalx. Hamı qalxsın. Bir dəqiqəlik saygı duruşu. Allah köməyiniz olsun. Burada Allah koysa bu gençlerin içinde yine lazım olacak. Vətən çağıracaq, Cəlilabadlılar gedəcək, canlarını verib şəhidlik zirvəsinə uzanacaqlar. Canlı şəhid olacaqlar. Vətən torpaqlarını öz canlarıyla qoruyacaqlar. Uğurlar diləyirəm. Xəzər, buyur.